Lənkəran şəhər 10 saylı tam orta məktəbin məzunu olan Lalə Cəfərli qəbul imtahanında 690 bal toplayıb. 4-cü ixtisas qrupuna sənəd verən Lalə tələbə olmaq arzusunu reallaşdırmaqdan ötürü 3 il hazırlıq keçib. Elə əvvəldən uşaqlıq arzum həkim olmaq idi. Çox şadam ki, istədiyim balı toplaya bildim və Tibb Universitetinə daxil oldum, müalicə iş fakültəsinə. İstərdim ki, universiteti bitirdikdən sonra estetik cərrah olum. İmtahan zamanı qismən həyəcanlı olduğunu deyən həmsöhbətimiz dərslərini necə hazırladığından da danışdı. Hazırlığa getdikdən sonra gəlib biraz istirahət edirdim, sonra yenə dərsimə başlayırdım. Sınaqlarda ən çox topladığım bal 630 olmuşdu. Bu qədər gözləməmişdim əslində. Bildirək ki, Lalə rayonda təşkil olunan bir neçə bilik yarışmasında 1-ci yerə layiq görülüb. Fəxri fərman və diplomlar qazanıb. Orta təhsilini qızıl medalla başa vuran qəhrəmanımız biologiya üzrə keçirilən Respublika Fən Olimpiyadasında da 1-ci yeri özünə təmin edə bilib. Nuranə Tərlan qızı, Elşən Əhmədov, Lənkəran.